Dünyada neft bazarında isə kartlar yenidən paylanır. Hindistanın Rusiya neftindən imtina etməsi ilə bağlı Trampın açıqlaması bütün hesabları alt-üst edib. Ekspertlərin fikrincə, Ağ Ev rəhbəri bu yolla həm Ukraynada müharibə aparan Rusiyanı zəiflətmək istəyir, həm də İrandan ucuz qiymətlə böyük miqdarda neft alan ciddi rəqibi Çinin enerji yollarını əngəlləmə məqsədi güdür. Mövzu ilə bağlı ən son detalları sujetimizdən biləcəksiniz, baxaq. Hindistan Rusiya neftini almağı dayandırmaq məsələsində ABŞ ilə razılığa gəlib. Bu barədə Donald Trump özünün Truth Social hesabında məlumat verib. Hindistanın baş naziri Modi Rusiya neftini almağı dayandırmağa, ABŞ-dən və ehtimal ki Venezueladan daha çox neft almağa razılaşdı deyə Trump yazıb. Xatırladaq ki, bir neçə gün əvvəl Ağ Ev rəhbəri Hindistanın İrandan da neft almayacağını açıqlamışdı. Hindistanın əsas neft tədarükçüləri arasında Rusiya ilk sıralardadır. Bunun əsasında 2022-ci ildə Kremlin Ukrayna hücumuna və sanksiyalarla üzləşməsinə görə Rusiya neftinin aşağı qiymətlərlə təklif olunması dayanıb. Ekspertlərə görə Trumpın Rusiya neftinin əsas alıcılarından olan Hindistanı özünə cəlb etməsi Ukraynadakı müharibəni dayandırmaq məqsədi daşıyır. Hindistanla yanaşı son bir ay ərzində Venezuela, Grenlandiya və İranla bağlı gərginliklər neft qiymətlərində dalğalanmalara səbəb olub. ABD Hindistan'a farklı alternatifler önermeye devam ediyor. Rus petrol almasını ikame edebilmeyle alakalı. Tabii genel anlamda ağır Venezuela petrolü Hindistan çok da istediğini söyleyemeyiz. Bunu da vurgulamakta fayda var. İran gerilimiyle alakalı hususlarda nereye kadar tırmanacak şu an için net değil. Diğer taraftan Hürmüz Boğazı'nda bir tıkanma söz konusu olursa ki bu ancak İran'da rejim devrilirse söz konusu olabilir. O zaman petrol fiyatlarının gerçekten $150 fiyat bandına rahatlıkla tırmanacağını söyleyebiliriz. Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın həftə sonu İranın Vaşinqtonla ciddi şəkildə danışdığını bildirməsindən sonra ötən gün neft qiymətləri 4%-dən çox geriləyib. Bu açıqlama İranla gərginliyin azalacağına işarə kimi qiymətləndirilib. Ekspertlərə görə ABŞ-İran münasibətlərindəki gərginliklər təkcə Tehranın nüvə proqramının dayandırılması və dini hakimiyyətin devrilməsi tələbi ilə bağlı deyil. Qarşıdurma mərkəzində ən çox İran nefti alan Çin dayanır. Belə ki, İranın neft ixracındakı 90%lik pay Pekinə məxsusdur. Venezuela ram ediləndən sonra Çin Venezueladan ucuz neft ala bilmədi. 80%-ni Çin alırdı. Çinə bir problem artıq yaratdı Trump. İkinci problemi də yaratmaq istəyir. Əgər Trump İranı da ram etsə, Çin İrandan da neft ala bilməyəcək. Çünki İran neftinin əsas hissəsini Çin ucuz qiymətə alır. Ona görə də bugün Trumpın əsas hədəflərindən biri məhz ona görə İrandır ki, Çini bir qədər zəiflətsin, iqtisadi gəlirlərini azalda bilsin. Qlobal mənada bu saat Trump əslində Çinlə mübarizə aparır. Analitiklərə görə Rusiya, Çin və İranın ABŞ-yə qarşı mübarizəsində ən güclü silah neftdir. Vaşinqton həmin dövlətlərin qara qızıldan əldə etdikləri gəlirlə müxtəlif regionlara təhdid yaratdığını düşünür. İndi isə əsas hədəf həmin dövlətlərin, xüsusilə Çinin maliyyə kanallarını bağlamaqdır.